Hər kəsə salam. Bu dəfə sizi təbiətin ən əsrarəngiz hadisələri və dünyanın ən qeyri-adi məkanları ilə tanış edəcəm. Maldiv adaları, Puerto Rico və Kaliforniya sahillərində rast gəlinən biolüminesensiya hadisəsi. Biolüminesensiyanın yaranmasına səbəb işıq saçan mikroorqanizmlərdir. İsti okean sularında yaşayan planktonlar bu özəllikləri ilə gecələr sahilləri işıqlandırır. Avstraliyada yerləşən Hiller gölü parlaq çəhrayı rəngi ilə sanki başqa bir planetdən gəlmiş kimi görünür. Suyun içində yaşayan xüsusi mikroorqanizmlər və duzlu suyun tərkibi bu unikal rəngi yaradır. Maraqlısı isə odur ki, göldən su götürüldükdə belə suyun rəngi dəyişmir. Venezuelanın Maracaibo gölündə ilin 260 gecəsi fasiləsiz olaraq ildırım çaxır. Bu hadisə And dağlarından gələn hava kütlələri və bataqlıqdan qalxan metan qazının toqquşması ilə izah edilir. Boliviyada yerləşən Salar de Uyuni dünyanın ən böyük duz düzənliyidir. Yağış mövsümündə suyun səthi nəhəng bir güzgəyə çevrilir və göy üzünü olduğu kimi əks etdirir. Yeni Zelandiyanın cənubundakı Milford Sound fiyordu sakit və gözəl mənzərəsi ilə tanınır. Amma yağış yağdığında dağlardan axan yüzlərlə kiçik şəlalə əsrarəngiz mənzərələr yaradır. Norveç dənizin qayalar arasına doğru uzandığı dərin dar körfəzləri, fiordları ilə məşhurdur. Ən məşhurları Geiranger fiord və Nairey fiorddur. Həmin fiordlar UNESCO-nun dünya irs siyahısına daxil edilib. Çinin Zankiye Danxiya dağları sanki bir rəssamın fırçasından çıxıb. Dağların qırmızı, narıncı, sarı və yaşıl çalarları milyon illərlə davam edən geoloji proseslər nəticəsində yaranıb. Bu dağları bəzən göy qurşağı dağları da adlandırırlar. Dünyanın ən məşhur şəlalələrindən biri Niagara. Kanada və Amerika Birləşmiş Ştatları sərhədində yerləşən şəlalə hər il milyonlarla turist tərəfindən ziyarət edilir. Türkiyənin Pamukkale bölgəsində minerallarla zəngin isti sular rəngli travertin terrasları yaradır. Həm gözəlliyi, həm də müalicəvi əhəmiyyəti ilə Pamukkale bütün dünyada məşhurdur. Son olaraq sizi dünyanın ən maraqlı, ən qeyri-adi 3 mağarası ilə tanış edəcəm. Həmin mağaralardan biri Vyetnamda yerləşən Shandong mağarasıdır. Shandong dünyanın ən böyük mağarası hesab olunur. Mağara o qədər böyükdür ki, hətta onun öz ekosistemi formalaşıb. Dumanlı görüntüsü isə tamamilə mistik bir atmosfer yaradır. Yeni Zelandiyada yerləşən Waitoma mağaraları tavandan asılmış işıldayan qurdları ilə məşhurdur. Qaranlıqda tavan sanki minlərlə ulduzla bəzədilmiş kimi görünür.
Alyaskada yerləşən Mendenhall mağarası isə tamamilə buzdan ibarətdir və içərisi parlaq mavi rəngdə işıq saçır. İndi isə sıra sizdədir. Bildiyiniz qeyri-adi məkanları rəylərdə yaza bilərsiniz. Növbəti videolardan xəbərdar olmaq üçün bildirimləri açmağı unutmayın. Salamat qalın.